Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bugün işdən gəldim, nə bişirim, nə yeyim deyə özümü mətbəxdə tapdım. Öz-özümə dedim, kim deyir ki, badımcandan bastırma olmaz. Soyuducuda olan bir damcı çəkilmiş ətimlə başladım işə. İlk öncə badımcanları doğrayıb duzlu suya qoydum. Sonra soğanı, sarımsağı, biberləri doğradım. Pomidorları da rəndələdim. Əti ocaqda suyu çəkilənə kimi qovurdum. Üzərinə kərə yağı əlavə edib doğradığım soğanı, zövqə görə acı biberi və sarımsağı əlavə etdim. Yaxşıca qovurdum. Bu arada badımcanları duzlu sudan çıxarıb yudum. Ətə zövqə görə sarı kök, qara istot, pul biber və ev usulü biber pastası və tomat pastası da vurub biraz da belə qovurdum. Badımcanları duzlu sudan çıxardıb, yuyub, sərdim ki, yaxşı qurusun. Tavaya duru yağ əlavə edib qızartmağa başladım. Ətə rəndələdiyim pomidoru da əlavə edib gözlətdim. Budur, badımcanlar hazırdır. Elə həmin yağda rəngli biberləri də zövqə görə sarımsaq əlavə edib qovurub yığdım. Son olaraq tavaya kərə yağı əlavə edib əvvəlcə əti, üzərinə badımcanları və biberləri yığdım. Arasını duzladım. İkinci qatıda yenə əti yığıb bir stəkan su əlavə edib vamodda bişirdim. Və budur. Bəh, çıtır hazırdır. Qatıqla nuş et. Əziz izləyicilərim, rəylərdə yazın görək, qışda yay dadı olsun deyib ən çox nə bişirib yeməyi sevirsiniz? Hələlik.